Allah Teala Kur'an-ı Kerim'de bildirir. Siz elə hesab edirdiniz ki biz sizi boş-boşuna yaratmışıq. Əsla. Mütləq bu qiyamət günü deyiləcək. Allah Teala'nın vədi haqdır. Kur'an-ı Kerim'de Allah Teala nəyi bildiribsə bunların hamısı haqdır. Ona görə insan düşünməlidir ki, onun bəlli bir zamanı var, bəlli bir vaxtı var. O bəlli zamanı da, vaxtı da heç kim bilmir, heç kimsə. Ona görə o ömründən istifadə etməlidir. Ona verilən ömrü dəyərli tutmalıdır. Rəbbini yaxşı tanımalıdır. Onu ucaltmalıdır. Ona təzim etməlidir. Onun yaratdıqlarından ibrət alıb daha da imanını yüksəltməlidir. Daha da Allahı əzəmətli tutmalıdır. Əgər insan, xüsusən mömin, müsəlman, Allahın yaratdıqlarından ibrət alıb imanını artırmadığı təqdirdə nə zaman imanını artıracaq? Çünki ömür surətlə gedir əziz qardaşlar. İnsan bilmir onun zamanı nə zaman tükənəcək. Bu gün sənin üçün fürsətdir. Allahın yaratdığı göylərdən, yerdən, günəşdən, ulduzdan, aydan, yaradılanlardan, dağlardan, bütün nə ki gözünlə görürsən, eyni zamanda gözünlə görmədiyin nə ki eşidirsən yaradılanlar barəsində. Bunlar barəsində mömin insan, aqil insan düşünməlidir, təfəkkür etməlidir. Bu yaradılanların yaradanı var, xaliqi var. Ona görə nə qədər ki gec deyil, əziz müsəlman, əziz qardaş, əziz bacı, sənə verilən ömürdən istifadə et. Qiyamət günü gec olacaq. Ölüm insan üçün bilinmir nə zaman gələcək. İstər gözəl olsun, istər çirkin olsun. Nə zaman olur olsun ölüm gəlir insana. İstər güclü ol, istər zəif ol. Ölüm heç kimi tanımır.